Salam, hər vaxtınız xeyir olsun. Mən bugün uşaqlarda yay zamanı həşərat dişləmələri haqqında, ona qarşı mübarizə haqqında qısa bir məlumat vermək istəyirəm. Onlara qarşı mübarizə üçün bir neçə üsulumuz mövcuddur. Təbii ki, birinci üsulumuz evdə olan pəncərələrə, qapılara torların taxılması və yeni doğulmuş bir körpədirsə, kolyaskada torlu bir parça ilə üzərinin örtülməsidir. Amma çox təəssüf ki, bunlar ola-ola da son zamanlar xüsusilə uşaqlarda həşərat dişləmələri çox artmışdır. Bu zaman onlarda müxtəlif səpkilər, qaşıntı, uşaqda huzursuzluq, ağlama rast gəlinir. Bəs onların dişləməsinin qarşısını almaq üçün nə etmək olar? İlk növbədə bunun üçün iki cür mübarizə vasitəsi mövcuddur. Birinci mübarizə ən çox təbii tərkibli olan kremlərdən ibarətdir. Bunların tərkibi daha çox limondur, çay tikanı yağıdır, okaliptusdur. Bu tərkibli təbii maddələrdən ibarətdir. Lakin bu təbiidir deyə orqanikdir, heç bir ziyan verməyəcək anlamına gəlməz. Mütləq şəkildə onun da ziyanlı tərəfləri vardır. Onun üçün də o tərkibli dərmanlar istifadə edən zaman da ehtiyatlı olmalıyıq. İkinci qrup həşərat əleyhinə olan dərman, belə deyək, kremlərin tərkibi isə kimyəvi tərkiblərdir. Bunların birinin tərkibi DEET adlanır. Tərkibi N-asetil M-toluamiddir. Bu yan təsirləri olacaq bir dərman vasitəsidir. Kimyəvi bir maddədir. Ona görə 3 aydan aşağı uşaqlara istifadəsi qadağan, 3-6 ay arası isə ehtiyatla istifadə oluna bilər. 6 ayda yuxarı uşaqlara nazik təbəqə ilə açıq nahiyələrinə sürtmək olar. Mütləq fikir vermək lazımdır ki, kremin tərkibində faiz etibarilə 10%-dən çox olmasın. İkinci maddə pikarnizin adlanır. Bu da eyni ilə DEET-in bir alternatividir və yan təsirləri daha az təsirə malikdir. Bu dərmanlardan istifadə edərək uşaqlarınızın həşərat dişləməsinə qarşı mübarizənizi davam edə bilərsiniz. Amma tərkiblərə mütləq fikir verin. Sağlam olun.